halda sürtünmə qüvvəsi də var. Mü, M1, J. J də 10'dur da. Aha. Burada 2M1. F çıxılsın. 2M1 bərabərdir. M1 vurulsun. A da 2'dir. F də bərabər olacaq. Aha. Həmin qüvvə dediyi üçün deməli F 4M1'ə bərabərdir. İkinci halda sürtünmə olacaq. Deməli sürtünmə əmsalı 0,2'dir. M1 üstəgəl M2. Yəni 2 vurulsun. M1 üstəgəl M2. Orada deyir ki, ikinci halda düz xətli bərabər sürətlə hərəkət edir. Deməli, bu, həmin bu sürtünmə qüvvəsinə bərabər olmalıdır ki, bərabər sürətlə hərəkət eləsin. Yəni 4M1 bərabərdir. 2 vurulsun M1 üstəgəl M2. Çünki orada A sıfırdır. 2M1 bərabər olacaq 2M2. Kütlələr eyniymiş.